ARB 24'ün canlı efirində iş vaxtının ikinci hissəsinə başlayırıq. Burada da biz daha çox həm bölgəmiz, həm də dünyanın fərqli əraziləri ilə bağlı siyasi məsələləri danışıb müzakirə edəcəyik ekspertlərlə. Təbii ki, burada həm təkcə siyasi yox, eyni zamanda hərbi mövzular da diqqət mərkəzimizdə olacaq. Əvvəlcə anonslara nəzər yetirək. Paşinyan kilsəyə müdaxiləni sərtləşdirir. Erməni baş nazir bu dəfə Katolikos'un qardaşı və qardaşı oğlunu həbs etdirdi. Pentagon Ukraynaya uzaq mənzilli Tomahawk raketlərinin verilməsinə razılıq versə də yekun qərarı Trumpa buraxdı. Amerika Birləşmiş Ştatları lideri müharibənin gedişatını hansı yöndə dəyişəcək? 2026-cı il büdcə layihəsində elektriklə işləyən avtomobillərin gömrük rüsumundan azad olunması nəzərdə tutulub. Elektromobillərə edilən güzəştlərin maşın bazarına təsiri necə olacaq? Təkcə 20-ci əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir ki, hər kəs görsün, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bu barədə Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, o xəritələrdə Sevan Gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin, biz burada saxtakarlıq edirik. Bunu Çar Rusiyası edib. Həmin o Çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi, həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Milli Elmlər Akademiyasının katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Əmirov Eldar Qurbanoğlu məhkəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhddə iştirak ettihamı ilə həbs edilib. Onun barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib. Davam edək. Ermənistan Daxili İşlər Naziri Arpin Sərkisyana sual ünvanlanıb. O, media nümayəndələri nazirə Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın bununla bağlı müvafiq göstərişinin olduğunu söyləyib. Jurnalistlər bildiriblər ki, Nikol Paşinyan Katolikosla yanaşı həbs edilməli olan bəzi jurnalistlər və redaktorların adlarını hüquq mühafizə orqanlarına təqdim edib. Ermənistanın siyahılarla işi yoxdur. Ermənistan hüquqi dövlətdir və proses faktlar əsasında başlanır. İstər nazir olsun, istər hökumət qanadının nümayəndəsi, istər jurnalist, istərsə də hər hansı digər vətəndaş. Cinayət tərkibi varsa, əlbəttə proses başlanacaq. Sizin qeyd etdiyiniz məlumatların heç biri reallığa uyğun gəlmir, deyə Arpin Sərkisyan cavab verib. Belə bu diqqətimizi çəkən əsas hadisələr idi, sizinlə bölüşdük. Artıq müzakirələrə də start verə bilərik və studiyamızın qonağı Milli Məclisin üzvü Sevil Mikayılovadır. Sevil xanım, xoş gəlmişsiniz, salamlayıram sizi. Əvvəlcə Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışından bəzi statlara aydınlıq gətirək, bir müzakirə edək. Məsələn, orada Azərbaycanlıların indiki Ermənistana qayıdışı ilə bağlı bir fikir səsləndirildi və qeyd edildi ki, Ermənistan xalqını bu proses qorxutmamalıdır. Eyni zamanda dövləti də qorxutmayan məqamlar var burada. Çünki tarix boyu Azərbaycan xalqı həm də Qərbi Azərbaycanda yaşayıb, həmin ərazilərdə məskunlaşıblar. Və bu öz-özlüyündə Ermənistan xalqına da, Ermənistan hökumətinə də bir mesaj kimi hesab edilə bilər. Ümumiyyətlə, Azərbaycanlıların doğma yurtlarına qayıdışı ilə bağlı Ermənistan xalqında və hökumətində hər hansısa bir qorxunun olduğunu düşünə bilərikmi indiki məqamda? Və bu özünü əsasən nədə göstərir?
Mən ilk növbədə söyləmək istəyirəm ki, cənab prezident çox vacib öz nitqində iki istiqaməti sırf Qərbi Azərbaycanlıların öz doğma yurd yuvalarına qayıdışı ilə bağlı danışanda qeyd etdi. Birincisi, bu ərazilərin tarixən Azərbaycan ərazisi olmasını və Çar Rusiyası tərəfindən mövcud vəziyyəti öz maraqları üçün, yəni o zaman parçala və hökm sür konsepsiyasından çıxış edərək dəyişdirməsi və bu ərazilərdə erməni əhalinin yerləşdirilməsinə diqqəti cəlb etdi. Bu niyə görə çox vacibdir? Biz bu ərazilərin Azərbaycan ərazisi olduğunu, burada toponimlər, cənab prezident bunu bir daha qeyd etdi ki, toponimlərin də Azərbaycan əsilli olmasını əlbəttə ki, tarixi faktlar və tarixi sənədlərə əsaslanaraq söyləyirik. Yəni, heç kimdə zərrə qədər belə də şübhə və yaxud da ki, tərəddüd yoxdur ki, bu ərazilər Azərbaycan əraziləri olmayıb və burada yaşayan Azərbaycanlılar köçürülmə xalq deyil. Onlar buranın öz sakinləri olmalı, tarixi torpaqları da onların. Amma bütün bunlara baxmayaraq, cənab prezident ikinci istiqaməti də eyni zamanda həm beynəlxalq birliyin bir daha və eyni zamanda Ermənistan hakimiyyətinin və ictimaiyyətinin də diqqətinə çatdırmış oldu ki, Azərbaycan xalqı böyük xalqdır. Bəli, əsrlər boyu bizim ərazilərimiz də böyük olubdur. Əhalimiz də çox, amma biz heç zaman separatist fəaliyyət göstərməmişik. Biz heç zaman digər xalqların, dövlətlərin torpaqlarından özümüzə pay istəməmişik. Əksinə, bizim torpaqlarımızı alıblar və bu günləri də Azərbaycan xalqının, Azərbaycan dövlətinin belə bir məramı və yaxud belə bir məqsədi qarşısında yoxdur. Sadəcə olaraq biz tarixi torpaqlarımıza qayıtmağı və bu insanların elementar hüquqlarının bərpa olunmasını istəyirik. Qərbi Azərbaycanlıların öz doğma yurdlarına qayıdışı onların insan haqlarıdır və ümumilikdə götürəndə həm beynəlxalq birlik, həm də ki, Ermənistan dövləti və ictimaiyyəti də bu hüquqlarına hörmətlə yanaşmalıdır və bunu qəbul etməlidirlər. Eyni zamanda bu hüquqların icrası üçün də addımlar atmalıdırlar. Ne üçünsə, cənab prezident də bunu xüsusi olaraq vurğuladı ki, Ermənistan ictimaiyyətində bir qorxu, bir xof var ki, Qərbi Azərbaycanlıların bu ərazilərə qayıdışı və yaxud da ki, bizim tarixə iqtibas edərək bu torpaqların Azərbaycana məxsus olduğunu vurğulamağımız bu hardasa ərazi iddiası kimi qəbul olunmalıdır. Amma biz yenə də təkrarən söyləyirik ki, və cənab prezident bunu bir daha diqqətə çatdırdı ki, biz tariximizi çox gözəl bilirik, biz tariximizlə qürur duyuruq, bu ərazilərin kimə mənsub olduğunu bəli biz bilirik. Amma eyni zamanda tarixdə qalıb, bugün Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dövlət sərhədləri var, dövlət sinirləri var və Azərbaycan məhz bu dövlət sinirlərində insan haqlarının qorunması ilə bağlı, hansı ki BMT-nin də buna uyğun onlarla konvensiyası var. Biz məhz bu konvensiyalara uyğun olaraq Azərbaycanlı soydaşlarımızın hüquqlarının qorunmasını istəyirik. Burada bir maraqlı məqam var. Bir neçə gün qabaq Paşinyanın da bir neçə açıqlaması var idi. Məsələ Azərbaycanlıların ermənilərə nifrət etməsi ilə bağlı, eyni zamanda ermənilərin Azərbaycanlılara nifrət etməsi ilə bağlı. Paşinyan da bu mövzuda keçmiş Sovet dönəmini hansısa formada günahlandırdı. Dedi, onların qurduğu bir sistem, onların yaratdığı bir situasiya nəticəsində ermənilər Azərbaycanlılar, Azərbaycanlılar da ermənilər haqqında belə bir mənfi fikrə düşməyə başlayıblar. Burada bir paralellik aparsaq ortalığa hansı mənzərə çıxır? Əslində, yəni Paşinyanın söylədiyində həqiqət var, bunu söyləmək lazımdır. Hələ 1905-ci ildən biz baxsaq Azərbaycan və erməni icma arasında ara-sıra müxtəlif rejimlər, biz elə burada Çar Rusiyasının adını çəkməliyik ki, qırğınların salınması, bu toplumları, Azərbaycanlıları, Azərbaycan türklərini və erməniləri qarşı-qarşıya qoymaq, onları biri-birinə nifrət zəminində formalaşdırmaq, tərbiyə etmək. Bu təbii ki, imperiya təfəkküründən irəli gələn bir siyasət idi və sonralar biz 1915-ci ildə bu təkrarlandı və sonralar biz hətta Sovetlər İmperiyası daxilində olduqda indi biz hüquqlarının təmin olunmasını tələb etdiyimiz Ermənistan ərazisində indiki yaşamış Qərbi Azərbaycanlılar, onlar özləri də 3 dəfə deportasiyaya məruz qalmışdılar. Yəni həmin ərazilərdən köçürdülmüşdülər və onlara qarşı repressiyalar həyata keçirilirdi. Bu insanların qısıdılması, onların hüquqları
hüquqlarının tapdalanması, yəni bu artıq tarixi faktlardır. Və təbii ki, bu iki xalqı biri-birinə qarşı-qarşıya qoymaqla eyni zamanda Cənubi Qafqazı idarə etmək üçün də həm Çar Rusiyasında, həm Sovet İmperiyasında bir rıçaq formalaşırdı. Və mən yenə də dönmək istəyirəm cənab prezidentin çıxışındakı xüsusi məqama, tarixi aspektə ki, burada ermənilər yaşamayıbdır Cənubi Qafqaz regionunda. Onlar sadəcə olaraq bura köçürülmüş əhalidir və bura köçürüldükdən sonra təbii ki, bu appendix bir, belə deyək, effekti yaradırdı. Çünki onlar buranın aborigen əhalisi olmayıblar heç zaman və bura gəldikcə də onlarda hər zaman bu kompleks olub ki, ərazilərini genişləndirsinlər, özlərinin varlığını, özlərini uydurma tarix burada qoşsunlar və bütün bunların əlbəttə ki, məqsədi ondan ibarət idi ki, Cənubi Qafqazda onların varlığını bundan sonraki 10 illiklər üçün təsbit etsinlər. Və bununla da onları bildiyiniz kimi dövlətin yaradılması bu Cənubi Qafqazda bu artıq tarixi faktor ki, heç zaman Ermənistan dövləti olmamışdı və bütün bunları yəni tarixə sırmaqla, yalançı tarixi reallıq yaratmaqla bu ərazidə fərqli bir mənzərəni formalaşdırmaq istəyirlər və məqsəd də söylədiyimiz kimi rejimin öz hakimiyyətini bu regionda təsbit etməsi və burada öz hakimiyyətini qoruyub saxlaması idi. Və Paşinyanla o mənada razı olmaq olar ki, artıq fərqli geosiyasi reallıqlarda və tarixin bu acı səhifəsini çevirdikdən sonra bugünkü əgər biz mənzərəyə baxsaq, əlbəttə ki, yaxşı olardı ki, yəni həqiqəti bilə-bilə daha real mövqelərdən çıxış etsinlər hər iki xalq. Bu arada gəlin regionun gündəliyini biraz danışaq. Bəzi açıqlamaların şərhlərini tamaşaçılarla bölüşdük. Şükürlər olsun ki, nə hərbi baxımdan, nə siyasi baxımdan hazırda regionda vəziyyət gərgin deyil. Ürəkaçan, yəni bəzi şərtlərə görə ürəkaçan hesab edilə bilər. Hətta sülhün də yaxın zamanlarda tam bərqərar olacağına ümidimiz və inamımız böyükdür. Və burada 3 ölkə var xüsusən də Ermənistan, Azərbaycan və Türkiyə. Türkiyə və Azərbaycan birgə addımlayır Ermənistanla münasibətlərin qurulması baxımından. Ermənistan bunu daha çox istəyir ki, tez bir zamanda sərhədləri açılsın. Bu arada Rus mətbuatında özdə öndə gedən mətbuatdan söhbət gedir. Misal üçün RIA Novostin adını çəkə bilərik. Müxtəlif Türkiyə diplomatik mənbələrinə istinadən məlumatlar yayılır ki, hazırda Ermənistan və Türkiyə sərhədinin açılması ilə bağlı heç bir məsələ müzakirə olunmur. Sanki bu Türkiyədən verilmiş bir mesajdır və Ermənistan və Türkiyə münasibətlərinin normallaşdırılması üçün hazırda sadəcə danışıqlar gündəmdədir. Yəni sərhədlərin açılması gündəm mövzusu deyil. Bu cür açıqlamalar var. Düzdür, Türkiyədən hələ ki heç bir rəsmi açıqlama, məlumat yoxdur. Amma istənilən halda bu cür söz-söhbətlər yayılır. Nəzərə alsaq ki, ayın 8-də Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ehtimalı var. Bütün bunlar üzərindən bir şərh təqdim edə bilərik məncə. Cənubi Qafqazda bugün fərqli bir siyasi mənzərə formalaşıbdır və təbii ki, bu Azərbaycanın 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı böyük zəfərdən sonra mümkün olubdur. Biz ümumilikdə nəinki Cənubi Qafqazda bütün dünyada bir president yaratmışıq və çox qürur vericidir ki, 5 il keçdikdən sonra biz yəni geriyə dönüb baxanda sülh prosesinin bəli çətinliklərlə müşahidə olunduğunu söyləyirik, amma bütün bunlara baxmayaraq biz sülh müqaviləsini artıq paraflamışıq və regionda sülh mühitinin formalaşmasına siz də qeyd etdiniz ki, artıq yəni sabitlik var, təhlükəsiz bir mühit formalaşıbdır. Artıq biz nifrət belə deyək səhifəsini də qismən də olsa yəni adlaya bilmişik və bütün bunlar təbii ki, gələcək nəsillərin Cənubi Qafqaz ərazisində sülh və sabitlik, əmin-amanlıq şəraitində yaşaması üçündür. Və Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasına gəldikdə isə 1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra bəli, Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər qurulmadı. Və təkcə Türkiyə ilə Ermənistan arasında deyil, Səudiyyə Ərəbistanı, Pakistan, yəni bu kimi dövlətlər var idi ki, onlar Azərbaycanın strateji tərəfdaşları idi və onlar Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi səbəbindən və Azərbaycana ərazi iddiaları irəli sürməsi, eyni zamanda Azərbaycan xalqına qarşı
cinayət əməlləri, soyqırım faktları, bunları həyata keçirdikləri üçün bəli, Ermənistan kimi bir dövlətlə diplomatik əlaqələrini qurmaq istəmirdilər. Yəni Azərbaycan əraziləri, Azərbaycan faktoru bu münasibətlərin formalaşması üçün əsas bir, belə deyək, qüvvə kimi götürülürdü və dəfələrlə Türkiyə tərəfindən, eyni zamanda digər söylədiyimiz ölkələr tərəfindən də bəyan olunmuşdu ki, Ermənistan Azərbaycan ərazilərini boşaltmadıqca, işğaldan azad etmədikcə Ermənistanla münasibətlər qurulmayacaq. Yəni, bu artıq hamıya məlum olan bir faktor. Və bugün artıq biz işğal faktını aradan qaldırdıqdan sonra, konflikti arxivə göndərdikdən sonra, tarixi ədaləti bərpa etdikdən sonra, yəni Azərbaycan əslində Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşmasına da etiraz etmir. Bununla bağlı diplomatik məsləhətləşmələr də aparılmışdı zamanında və bu normallaşma prosesi irəliyə aparır. Amma niyə görə, belə deyək, yavaş və bir dəfəlik həll olunmur məsələ? Ona görə ki, biz Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanmasında geriləmələr görürdük və əgər bu proses sürətlə geçsəydi, təbii ki, Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşma prosesinin irəliyə aparılması da eyni sürətlə irəliyə gedəcəkdir. Amma burada indi siz Rusiya dərgisinin bununla bağlı RIA Novostinin fikirlərini eşitdirdiniz. Mən düşünürəm ki, bu yanlış bir yanaşmadır. Niyə görə? Çünki artıq yəni Ermənistan hava məkanından istifadə edir. Türkiyənin deməli hava nəqliyyatı və eyni zamanda ticarətin də irəliyə aparılması üçün müəyyən danışıqlar aparılır. Diplomatik deməli kanallar açıqdır və hətta Türkiyə tərəfindən xüsusi bir nümayəndə və Ermənistan tərəfindən xüsusi nümayəndə təyin olunubdur ki, onlar ara sıra görüşürlər və normallaşma prosesi ilə bağlı da fikirlərini deməli müzakirə eləyirlər. Yəni belə olan halda biz normallaşma prosesinin aparılmadığını və yaxud da ki, burada real işlərin görülməməsi ilə bağlı danışa bilmərik. Eyni zamanda mən burada Azərbaycanın da öz ərazisindən Ermənistana yüklərin daşınmasına icazə verməsini qeyd etmək istəyirəm. Yəni, bəli, burada bilirsiniz, bir infrastruktur məsələsi də var ki, onu da həll etmək lazım idi. Amma ümumilikdə isə konsensus mövcuddur və məqsəd də söylədiyimiz kimi gələcək nəsillərin sülh və əmin-amanlıq şəraitini yaşaması üçün bölgədə sülhü bərqərar etməkdir. Hiss olunur ki, bəzən aranı qarışdırmaq istəyən qüvvələr bu cür informasiyalar yayırlar. Hər halda hiss etdiyimiz budur. Bilirsiniz, bu kənardan dayanıb daş atmağa bənzəyir. Yəni, onsuz da karvan gedir. Orada hansısa bu cür fikirlər səsləndirməklə prosesi real dayandırmaq qeyri-mümkündür. Əlbəttə, deməli, tamaşaçıların diqqətinə çatdırım. Brüsselə işgüzar səfəri zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryan, Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə diplomatik müşavir, daha doğrusu Leyenin diplomatik müşaviri Mordieu ilə görüşüb. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının aparatından məlumat verilib və həmin görüşdə Trump marşrutunun regional kommunikasiyalarının açılması və geniş iqtisadi imkanların təmin edilməsi kontekstində məsələlər müzakirə olunub və bu səhər bir xəbər də yayıldı ki, Donald Trump'ın oğlu Ermənistana səfər edəcək. Orada da Trump marşrutu ilə bağlı bir neçə detal var. Hər halda həmin övladın səfəri həm də Trump marşrutu ilə əlaqəlidir. Son günlər çox gündəmə gəlib bu məsələ. Hətta Azərbaycan prezidenti də vurğulamışdı ki, bu marşrut 2028-ci ilin sonuna qədər açıla bilər. Belə bir proqnoz var idi, ehtimal var idi. Biz düşünürük ki, madəm ki, beynəlxalq istək var və biz əgər baş verən proseslərə baxsaq, xüsusən Avrasiya məkanında yeni arteriyanın yaranması ilə bağlı artıq yəni həm bu bölgəyə mənsub olan ölkələr, eyni zamanda bu bölgədən kənarda olan ölkələrin də bir istəyi var ki, yəni mövcud siyasi konfrontasiya şəraitində, münaqişələr şəraitində çox vacibdir ki, orta dəhliz işə düşsün. Ona görə də yəni orta dəhlizin bir qanadını, bir hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin açılması bundan əvvəldir, yəni gündəlikdə dayanırdı. Sadəcə olaraq Birləşmiş Ştatlar 8 avqustda bu məsələni daha da sürətləndirmək və onu reallığa çevirmək üçün elə real addımlar atmış oldular ki, ondan sonra biz artıq proseslərin kifayət qədər sürətli inkişafını gördük. O ki, qaldı Ermənistan rəsmisinin
Brüsselə səfərinə. Biz düşünürük ki, orta dəhliz ilk növbədə Avropa Birliyinin maraqlarında olan bir layihədir və ona görə də Ermənistana bu və ya digər şəkildə həmin layihəni həyata keçirtməmək üçün, yəni bəhanələrin qalmaması üçün onlar hərtərəfli kömək təklif edilir. Bildiyiniz kimi təhlükəsizlik qarantı kimi Amerika Birləşmiş Ştatları iştirak edəcəkdir Transmilli şirkəti ilə, amma eyni zamanda bu layihəni irəliyə aparmaq üçün onun deməli maliyyələşdirilməsi məsələsi də var ki, görünür ki, bu və digər məsələlərlə bağlı həm Brüssellə müzakirələrin aparılmasına ehtiyacı var. Eyni zamanda Birləşmiş Ştatlarla da bu müzakirələr aparılacaqdır. Və digər məsələ Brüsseldə Ermənistanla viza liberallaşdırılmasının həyata keçirilməsidir ki, düşünürəm ki, Ermənistan kimi bir dövlət üçün bu çox böyük bir risk kimi dəyərləndirilməlidir və bundan sonra Ermənistanın qapalı blokada vəziyyətində olan bir dövlət olubdur. Bundan sonra onun iqtisadi inteqrasiyası üçün beynəlxalq aləmə bu yolun açılması və bundan sonra artıq Ermənistan əhalisinin də daha inteqrasiyalı şəkildə digər bölgəsəl ölkələrlə birlikdə işbirliyində olması, yəni bu layihənin icrasından sonra daha da asan ola bilər. Əlbəttə ki, əgər cənab prezidentin də qeyd etdiyi kimi Ermənistan 2028-ci ildə TRIP layihəsinin onların ərazisində olan TRIP layihəsinin həyata keçirilməsindən bağlı kifayət qədər iradə ortaya qoyacaqsa, yəni istək var, artıq sənəd imzalanıbdır. Bu sənədi imzalamamışdan əvvəl, yəni düşünürük ki, artıq müəyyən proseslərdə Ermənistan da öz dəyərləndirmələrini aparmışdı. Amma yəni artıq ləngimək olmaz, bunu söyləmək lazımdır. Çünki bildiyiniz kimi bugün Dünya Birliyində faydalı qazıntılara çox böyük bir ehtiyac yaranıbdır. Həm bundan əvvəl ASEAN ölkələrinin sammitində, eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatının sammitində bu fikir səsləndi ki, artıq Mərkəzi Asiya, eyni zamanda Uzaq Şərqin mövcud deməli təbii ehtiyatlarının dünya bazarlarına çıxarılması vacibdir və ümumilikdə bazarın buna ehtiyacı var. Amma burada problemlərdən biri, bəlkə də birincisi nəqliyyat dəhlizlərinin olması idi. Çünki Rusiya ərazisi tam şəkildə iflic vəziyyətinə düşdüyü üçün burada həm siyasi maraqların toqquşması baş verir, eyni zamanda müharibə şəraitində olduqları üçün hərbi əməliyyatlar davam edir Ukraynaya. Yəni belə bir şəraitdə daha güvənli, siyasi konjunkturadan uzaq olan, belə demək mümkünsə, yeni bir yolun yaranmasına ehtiyac var idi və orta dəhliz düşünürük ki, bu ehtiyacların ödənməsi üçün ideal bir variantdır. Sevgili xanım, sonda mən Ermənistan daxilindəki prosesləri də istəyərəm sizinlə müzakirə edək. Çünki o Ermənistan hökumətinin başı bu dəqiqə çox şaxəli işlərə qarşı, necə deyərlər, həm seçkiyə hazırlıq, eyni zamanda məsələn kilsə ilə mübarizə. Biz baxdıq, gördük ki, 2-ci Qareginin qardaşı və qardaşı oğlunu da artıq saxlayıblar və böyük bir təzyiq var əslində kilsəyə qarşı və müəyyən məqamlar var. Onları təhlil edəndə görürsən ki, kilsənin artıq Paşinyan qarşısında davam gətirməsi mümkünsüz görünür. Hətta ona müxtəlif yerlərdən dəstək gəlsə belə bu mümkün deyil. Razısınız yoxsa yox? Hələ iyun ayında Nikol Paşinyan və 2-ci Qaregin arasında yaranmış ixtilafda Paşinyanın bir bəyanatı var idi və o söylüyürdü ki, o kilsəni dəyişdirmək üçün, yəni onun ümumi nizamnaməsini dəyişdirmək üçün bir hərəkata başlayır və bu hərəkata da özü rəhbərlik edəcək. Yəni, bu onun mövqeyidir. Və belə görünür ki, üstündən aylar keçib, amma Paşinyan bu niyyətində qətidir. Və xüsusən Baqrat məsələsindən sonra bildiyiniz kimi 2-ci Qaregin möhkəm şəkildə dəstəkləmişdi Baqrat hərəkatını və Paşinyan bunu artıq kilsənin dövlət işlərinə qarışmasını və ölkə daxilində çaxnaşmalar və dövlət idarəçiliyinin dəyişdirilməsinə cəhd kimi dəyərləndirilmişdi. Baqrat həbs olundu, düzdür, amma 2-ci Qareginin yenidən seçilməsi ilə bağlı, onun kilsədən uzaqlaşdırılması ilə bağlı bir qərarı da var idi. Və görünür ki, bu ixtilaf artıq, belə deyək, müxtəlif istiqamətlər üzrə inkişaf edir və bugün artıq 2-ci Qareginin Nersisyandır, yəni onun vətəndaş familiyası, həmin o
dini xadimin qardaşı artıq seçki prosesində də Paşinyanın təmsil edən qüvvələrə qarşı iradə nümayiş etdirir, onlara qarşı kəskin bir mövqe tutur və buna görə də Paşinyan da o hazırladığı düşünürük ki, o planın bir hissəsi olaraq artıq təzyiq elementi kimi onun qardaşının həbsi ilə bağlı qərar qəbul edibdir. Eyni zamanda onu da söyləmək lazımdır ki, bundan əvvəl dini ritualın keçirilməsində o Eçmiəddin kilsəsindən imtina etdi və həmin o ritualın deməli digər kilsədə keçirilməsini istədi və burada artıq fərqli, yəni fərqli bir şəraitdə və fərqli dini liderin iştirakı ilə həmin o ritual baş tutdu. Bu deməkdir ki, yəni Paşinyan bağışlamış, mövqeyi ciddidir və 2-ci Qareginin dəyişdirilməsi ilə bağlı bundan sonra da kəsərli addımlarını davam etdirəcəkdir. Sevgili xanım, çox sağ olun. Təşəkkürlər. Buyurun. Studiyamızın qonağı Milli Məclisin üzvü Sevil Mikailova ilə bölgə hadisələrini daha çox danışdıq. İndi isə biraz bölgədən kənarlaşaq. Çünki Yaxın Şərq, Rusiya, Ukrayna müharibəsi ilə bağlı da vacib hadisələr baş verir. Suriya iqtisadiyyatının inkişafına ciddi əngəl törədən sanksiyalar bizim səylərimiz sayəsində tədricən aradan qaldırılır. Bunu Türkiyə Prezidenti Recep Tayyip Erdoğan İstanbul Konqres Mərkəzindəki mərasimində deyib.